Kur'an-ı Kerim'de Allah Teala buyurur: "Efe hasibtum ennemâ halaqnâkum abathan ve ennekum ileyne la turcaun." Aqil insan düşünməlidir əziz qardaşlar. Allah Teala Kur'an-ı Kerim'de buyurur: "Qiyamət günü onlara deyiləcək: Siz elə hesab edirdiniz ki, biz sizi əbəs yerə, boş yerə yaratmışıq. Yəni sizin yaradılışınız boş idi. Ve ennekum ileyne la turcaun." Siz elə hesab edirdiniz ki, siz bize qaytarılmayacaqsınız, bize dönməyəcəksiniz. Əsla. Ona görə dəyərli qardaşlar, əziz müsəlmanlar, bugün sən bu sözləri, bu ayələri oxuduqda, eşitdikdə, bu moizələri dinlədikdə dərhal insan bundan ibrət almalıdır. Düşünməlidir ki, bu bir gün sənin, mənim, hər birimizin bəlli bir zamanımız var, vaxtımız tükənəcək. Allah Teala Quranda nəyi buyurubsa o haqdır, Allahın vədi haqdır. Yəni insan özünə sual verməlidir. Mən bu dünyaya nə üçün gəlmişəm? Mənim mövcudluğum nə üçündür? Səbəbi nədir? Allah Teala bunun cevabını da bize bildirir. "Ve ma halaqtul cinne vel insa illa liya'budun." Allah insanların yaradılış gayesini ayesinde bildirir. Mən cinləri, insanları ibadət etməkləri üçün yarattım. Yaradılışdakı əsas gaye ve hedef Allah'a ibadət etməkdir. Allah'ı uca tutmaqdır. Allah'a başkasını ortak qoşmamaqdır. İstənildikdə, dua edildikdə, sığındıqda yalnız Allah'a üz tutulmalıdır. Şəriki olmayan, tək, her şeyi yaradan,